Salam hörmətli Neftçi TV izləyiciləri. Asko Arenadan hər birinizi salamlayırıq. Bir qədər sonra AFFA U15 liqasının 27-ci turunda Neftçi Səbailin qonağı olacaq. Hakimin işarəsi gözlənilir, fit səslənir və maç başladı. Neftçiyə uğurlar arzulayırıq. 8-ci pillədəki komanda EFA ilə Neftçinin xal fərqi heç də az deyil və bu oyunda ikinci dəqiqədə Neftçi hesabı açır. Qafar Babayev erkən qol vurur. Qafar ötən həftə U14 komandamızda hakimin işarəsi gəldi. Kay ötürmə qapı qarşısına zərbə və 2-0 Rəşad Şirməmmədli nəhayət ki küncdən zərbələrdən sonra ardıcıl kornerlərdən sonra Neftçi ikinci qolu tapdı. Rəşad Şirməmmədli 28-ci dəqiqədən sonra 28-ci dəqiqədə məhz Kayın ötürməsindən sonra topu qapıdan keçirir. Bununla da ilk hissə yekunlaşır. Komandalar fasiləyə Neftçinin 2-0 hesablı üstünlüyü ilə yollanırlar. Hakimin işarəsi verildi və ikinci hissə başlayır. Neftçiyə bir daha uğurlar arzulayırıq. İndi dərhal irəli ötürmə. Ümid istiqamətində cənubi meydançasında topladı futbolçumuz ötürmə. Şikar istiqamətində Şikar və gol 3-0. İkinci hissəyə qolla başlayır Neftçi. Oyunun 41-ci dəqiqəsində hesab 3-0 olur. Biz isə 3-cü qolun təkrarını izləyirik. Şikar topu qapıdan keçirmişdi. Ötürməsi dəqiqdir. Rəşad Şirməmmədli zərbə indirir və hesab 4-0 olur. 51-ci dəqiqə Rəşad Şirməmmədli əla qol vurur. Hesabı 4-0 edir. Dubl etdi Rəşad. İlk hissədə də. İrəli ötürmə cənubi meydançasına. Qafar Babayev başla zərbə indirir və topu son anda uzaqlaşdıra bilirlər. Ümidin zərbəsi top keçir qapıdan və qol qeydə alınır, bəli. 52-ci dəqiqədə Ümid Hüseynov da fərqləndi. Bayaqki qoldan çox keçməmiş. Ümid də topu qapıdan keçirir və hesab 5-0 olur. Sol cəhdən daha bir həmlə. Nail yerə yıxılıb. Penalti. Nail Babayeva qarşı kobudluq. Penalti və sarı vərəqə göstərilir. Fit səslənir. Harun Əliyev topa yaxınlaşır. Harunun zərbəsi və 6-0. 78-ci dəqiqənin tamamında Neftçi fərqi 6 topa çatdırdı. Harun Əliyev penaltidən fərqlənir. Nail Babayevin qazandığı penaltini dəqiq yerinə yetirdi. Və qarşılaşmanın final fiti səslənir.